Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə agentliyin bioloji agentlərin istehsalı laboratoriyasında yetişdirilən samuray arılarının ilk partiyası Zaqatala rayonunda təbiətə buraxılıb. Aqrar Xidmətlər Agentliyi tərəfindən qəhvəyi mərmər bağacığına qarşı həyata keçirilən bioloji mübarizə tədbirlərinin ilk mərhələsinə iyul ayının əvvəlində Türkiyədən gətirilən 20.000 samuray arısı ilə start verilib. Gətirilən həşəratlardan 120-si istehsal məqsədi ilə agentliyin bioloji agentlərin istehsalı laboratoriyasında saxlanılıb və təbiətdən toplanmış qəhvəyi mərmər bağacığının yumurtaları ilə parazitləşdirilib. Nəticədə qısa müddət ərzində laboratoriya şəraitində 3000 samuray arısı yetişdirilib. Bugün artıq yerli laboratoriyamızda, Gəncə şəhərində yerləşən laboratoriyamızda istehsal olunan bağacığa qarşı samuray arısını təbiətə buraxırıq və gələcəkdə planımız odur ki, artıq ölkədə bir neçə laboratoriya, belə bir laboratoriya yaradılsın və həmin o laboratoriyada növbəti il üçün hədəfimiz 100.000 ədəd samuray arısını istehsal eləməkdir və illərlə bu rəqəmləri artırmağı düşünürük. Laboratoriya şəraitində samuray arıları 10-12 gün müddətinə yumurtadan çıxır. Bir 7-8 gün müddətinə də təbiətə buraxılmağa uyğun olur. Və biz bunları təbiətə buraxdıqda onlar qəhvəyi mərmər bağacaqlarının yumurtalarını tapır və onları parazitləyirlər. Bununla da nəsillərini artıq təbiətə davam edirlər və qəhvəyi mərmər bağacaqlarla mübarizədə müsbət təsir bağışlayırlar. Mütəxəssislərin iştirakı ilə həyata keçirilən bu tədbirlər nəticəsində bioloji mübarizə imkanlarının daha da genişləndirilməsi və yerli şəraitə uyğun effektiv metodların tətbiqi nəzərdə tutulur.